Koreya Xalq Demokratik Respublikasının liderindən Azərbaycan prezidentinə məktub. Bəli, Kim Chen In Azərbaycanın liderinə İlham Əliyevə məktub yollayıb. Məktub nədən ibarətdir? Bunu diqqətinizə çatdırırıq gündəm xəbərinin efirində. 22 may tarixidir. Məlumatımız isə belədir. Koreya Xalq Demokratik Respublikasının dövlət işlərinin lideri Kim Chen In Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində isə olduğu kimi belə diqqətinizə çatdırırıq. Zati ailələri Azərbaycan Respublikasının müstəqillik günü münasibəti ilə sizə və sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram. Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf eləyəcək deyə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Chen In Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına ünvanladığı təbrik məktubunda bildirilib.